Əzizə Əhmədova, Odla su arasında. Özümü yetirmeseydim bu Xəzri götürüp gedəcəkdi ha səni. Kaş elə külək aparaydı məni. Külək səni aparsaydı, deyiyorum onda mən neyini yardım ha? Küləyə nə var ki? Biraz qovub əl çəkərdi, sakitləşib yatardı. Məni sənin əlindən külək yox, başqa şey alacaq. Bugün nə olub sənə? Yoxsa soyuq nəfəsini kəsib? Hı, o da var. Nə? Nə dedin? O da var. Bunu necə başa düşək, ha? Elə belə. Qanın qara diyor sabah. Deyiyorum nə olub sənə? Heç. Məndən nəysə gizlədirsən deyəsən. Qanını kim qaraldıb? Tez ol, hamısını aç de. Yox, yox. Heç nə olmayıb. Bir qədər üşümüşəm vəssalam. Tanıştığımızın bir ilini mütləq qeyd eləməliyik. Zarafat deyil, düz bir ildir ki səni ürəyimdə gəzdirirəm. Ağa Cavad, evə qalmış saxlarsan. Sənə deyəsi sözüm var. Baş üstə, saxla deyirsən, saxlayım. Əmrini yerinə yetirdim. Eşidirəm, ver fərmanını. Ağa Cavad, artıq bir ildir ki biz birbirimizi tanıyırıq. Elə mi? Deyəsən sən doğrudan fərman verməyə başlamısan. Bu nə sözdür? Qulaq as. İndi sən mənim üçün bir il əvvəl rast gəldiyim o vaxt ki yad oğlan deyilsən. Sən mənim üçün de bütün həyatımsan. Bunları qabaqcadan deyirəm ki, məni daha ürəkdən dərk edəsən. Sənə nə olub? Yadındadır. İlk vaxtlar günlərin birində mənə təkidlə dedin ki, özüm haqqında sənə ətraflı danışım. Bəli, dedim. Mən isə o vaxt özümdən yox, ağacdan, sərçədən, daha nə bilim nədən danışıb əsas söhbətdən qaçdım. Doğrudur. Hələ onda mən də təəccüb qaldım. Bax, o vaxt mən bilmirdim ki, sənə ərə gedəcəyəm ya yox. Çünki hələ səni bu qədər yaxından tanımırdım. Hələ sənə ürəkdən bağlanmamışdım. İndi artıq ciddi söhbətimizin vaxtı gəlib çatıb. Bugün mənim üçün ömrümün ən çətin günlərindəndir. Bugün mən sənə özüm haqqında danışacağım. Sən də... Mən də nə? Sən ki mənim fikrimi bilirsən. Sözümü kəsmə. Sən də qəti qərara gəlməli olacaqsan. Məyər görmürsən ki, mən qəti qərara gəlmişəm. Ancaq səndən xahiş edirəm. Haqqımda eşidəcəklərin məni sənin gözündən salmasın. Mənə çox bilmiş fəndgir bir adam kimi baxma. Söhbətimi eləyim. Sonra istəsən bu sirrimi niyə gizlətdiyimi, əvvəlcədən niyə açıb söyləmədiyimin səbəbini də izah eləyərəm. Danış. Danış Gülsabah. Sən məni qorxudursan. İnsanın talihi öz əlində olsaydı, ömrünə başdan başa saadət yazardı. Hər halda özünü ələ al, əzizim.
indi eşidəcəklərini ötürmək əlbəttə asan deyil. Yaxşı danış. Ümidim onadır ki, sən kişisən. Bilirsənmi? Mən ərdə olmuşam, balaca bir qızım da var, Aytekin. Onu dünyalar qədər istəyirəm. Mədinə xala isə xalam deyil, qonşumdur. Nə? Güman edirəm ki, uşağın atası məlumdur. El adəsincə fikrim bundan əvvəllərdir. Olmuşum. Elədir. Bəs ərin necə olub? Ərim biz evlənəndən bir həftə sonra qəflətən öldü. O da sənin kimi mexanik idi. O vaxtdan sənə rast gələnəcən tək olmuşam. Təkdən ha. İndi söz sənindir. Acaba nə cür istəyirsən elə də elə. Ancaq fikirləş ki, mən də insanam. Və səndən ayrılmaq bir də təkrar edirəm. Mənim üçün o qədər də asan deyil, çox çətindir, başa düşürsənmi? Yadında saxla ki, əgər səni sevməsəydim bu sirri heç vaxt açmazdım. Bax, belə. Heç şunu başa düşə bilmirəm. Heç nə. Nə uşaq? Buna uşaq həvalatıdır. Uşaq hardan çıxdı ortaya? Axı bu bir ildə uşağın varlığı barədə niyə söhbət açmamışdın? Niyə bir kəlmə də kəsməmişdin? Ha? Nə cür istəyirsən, elə də elə. Yaxşı, bəs qohum əqrəbə nə deyər? Mən bu xəbəri onlara necə deyəcəm? Bu nə müsibətdir, mən düşdüm. Qərarını sonra deyərsən. İndi isə salamat qal. Ciğer param Aytekin'den el çekmeliydim. Ya da beni hayata kaytaran, ömrümü günümü sevince beleyen muhabbetimden üst döndürmeliydim. Belki sevgilemişim. Laf evvelden elim ilk attığımdan Aytekin'imin varlığını geri gizletmeyeydim. Olup geçenler ile birinci günden açıp isteyeydim ona. Ürək süfrədir ki, hamının qabağında açasan. Nə bilmək olardı? Bəlkə Ağacavadın marağı elə ötəri bir hiss idi. Qəfil gəldiyi kimi elə qəfil də keçib gedəcəkdi. Nə biləydim ki, Ağacavad mənə belə bağlanacaq. Özünü öldürme bala. Körpene rəhmin gelsin. Ağacavad gitti, Mədinə xala. Ağacavad gitti. Özünü öldürme dedim. Sakit ol. Hele hiç ne bilmeyi olmaz. Sabriyle. Çay içirsen. Çay içirsen bir stəkan süzü. Yok, lazım değil. Onda dur soyun yat. Bilmirəm bu gece o necə olacaq. Hiç bilmirəm maşını necə sürəcək. Allah eləməmiş başına bir iş gələr.
Tanrının rəhmi gəlsin. Mənə gəlmir, heç olmasa ona gəlsin, yazıqdır. Alo, kimdir? Alo. Gecem gündüzüm yoktu Gül Sabah. Mənim də, Fikir elden salıp beni. məni də. Bilmirəm neyniyim. Özündən asılıdır hər şey. Səndən asılıdır. Özge uşağını görmək mənə cəhənnəm əzab olacaq həmişə. Ürəyim heç vaxt götürməyəcək bunu. Mənim uşağımı özgü uşaq sayırsan, ürəyin götürməyəcək deyirsən. Uşağın nə günahı, nə günahı uşağın. Bəs mənim nə günahım? Ögey evlad mənə lazım deyil. Mənim balamı qəbul eləməyən ər də mənə lazım deyil. Parazlaşanda mələr, kür qovuşanda mələr, analar balasından hayrı düşəndə mələr. Bunu eşitdim, mən düşdüm ilahi. Kaş heç acaba da rast gelmeyeydim. Hayatımda dönüş yaratan o gün kaş hiç olmayaydı. Avtobuslardan lazım olmayanda birbirinin dalınca düzülürler. Lazım olan değilse ters kimi gelmek bilmirler. Uzağa gidirsiniz. Oturun yaparım. Tamam ıslanmışsınız. Belki hiç avtobus olmadı. Futbola gidip. Hanım kız. Deyirəm belki yolumuz birdi. Bir de yaparım. Xəstələnərsiz belə. Gelin gelin. Görürsünüz artık soyulamışsınız. Korkmayın, pul almayacağım. Saygacı söndürdüm. 8. kilometre. Lenin meydanı 13. Sayıcı söndürmeyebilirsiniz. Omuzu vermeye gücüm çatar. Vay. Ne uzakda yaşayırsınız. Hiç böyle bir insafsızlık olar. Dünyanın bir başında işleyirsiniz, o bir başında yaşayırsınız. Ne etmediler? İşte de birine yakın olar, birine uzak. Bu marşrutlardaki Allah göstermesin. Bir saatten bir gelir. Demin ta. Yaman basa bas olur. Nece diyorlar, iğne atsan yere düşmez. Millet millete söylenir. Adam çok olur. Xüsusən də işten çıxanda. Bu cəhətdən metro doğrudan da can qutarandır. Ancaq mənə əl vermir. Evimizdən çox uzaqdır. Sağlam olur. Yok. Ama bizim evimiz düz metronun qabağında. Maşını garaja koyandan yarım saat sonra evde olur. Harda olursunuz ki? Nevçilerde. 3 göz otağımız var. Atamdı bir de mənim. Bəs... Anam çoxdan, mənim 10 yaşım olanda rəhmətə gedib. Elə o vaxtdan atam evlənməyib subaydı. Elə mən də subayam. Adım da Ağacavat'dı. Təsərrüfat malları mağazasının üstünde oluruq. Orada bizi hamı tanıyır, hamı tanıyır bizi. Kimden soruşsanız nişan vererler. Hele üstelik deyərlər, subayları xəbər alırsınız. Ax abi bize subaylar deyir. Meğer subaylığın daşını atmaq asan deyil. Zamana değişib eğilmiyor. Hər sərnişin ilə bu qədər söhbət eləsəniz, vay planın payından. Üstelik yəqin bilirsiniz ki, sürücü gerek danışmasın, dikkatli olsun. Yola baksın ki, qəfil çıxan maniyəni də sağ-salamat ötüb keçə bilsin. Planı əlbəttə ki verirəm. Plan olmasa beni bir gün də reisə bırakmazlar. Bizim işimizdə plan əsasdır. Necə deyərlər, bir nömrəli məsələdir. Kaldı ki,
danışmağıma əlbəttə hamı ilə belə açıq söhbət elədiyimi heç ağlınıza da gətirməyin. Bəyəm sərnişinlərin hamısı eynidir. Əlbəttə yox. Bir də görürsən yeşəxananın biri maşına elə minir ki, elə bil alçaq dağları o yaradıb. Taksi onun şəxsi maşınıdır. Sürücü də nökəri. Deyiyorum beləsi ilə nə danışasan ha? Hələ. Basırsan hirslə qazı ki, mənzil başına tez çatasan. Atasan onun mitilini bayra. Bax, avariyada belə sərnişinlər maşına minəndə olur xanım qız. Sürücü əsəbləşir, o da adam da. Acığından az qalır, maşını aparıb çırpsın divara. Belə finti furuşlara rast gələndə, bilirsən nə fikirləşirəm? Yox, hardan bilim? Fikirləşirəm ki, kaş bu mənim öz maşınım olaydı. Onda ne ederdiniz? sürüb aparardım eləsini şəhərdən kənara, çöllü biyabanda düşürüb deyərdim ki, indi də biraz ayaqla get, qoy ağlın ayazısın. Ne yaman kinlisiz ayolla. Hiç kız uşağıyla belə rəftar eləmək olar. Elələri nə olar? Yanıram onların əlindən, yanıram. Çatdıq. Saxlayın burada. Pul lazım deyil, qonağım olun. Yox, öz maşınınız olanda qonaq olaram. Amma bir şərtlə ki, aparıb çöllü biyabanda düşürməyəsiniz məni ya. Yox. O sözlərin əlbəttə sizə dəxli yoxdur. Niyə? Məgər mən sərnişin deyiləm? Sərnişinsiz. Ancaq yeli adamı yıxan o yekəxana qızlardan deyilsiniz. Yaxşı, nə deyirəm ki? Xudafiz. Xudafiz. Görünür hansı eve gireceğimi bilmek istiyor. İşe düşmedik. Gitti. Göresen niye dayanmıştı? Belki onunla söhbət elədim. Elə bildi. Yok. Ne artık söz danıştık ki. Ama pis oğlana oxşamırdı. Neyse. Aman Allah. Bu nedir? Penceremin altında dayanan odur. Hemen o taksi. Ve sürücühanı. Belki yeni sərnişin getirip. Tesadüfen gelip çıkıp bura. Yok. Yok, ola bilmez. Odur. O yanda durup bir uç çekir. Belki hiç bu avacavat değil. Eğer şehrimizde ağ volga maşını tekdir ve cavan sürücü. Yok, odur özüdür. Uca boy, elini kürek. Görünür idmanla meşgul olur. Özü de bugün diyesen xüsusilə yaxşı giyinib. Mənə deyən gerek. Ne durmusan pencerenin qabağında? İşin gücün yoktur. Hoş gördük hanım qız. Neçə vaxt axtarıram. Bir parça əpbəyə dönmüsüz. Bugün lap ümidimi üzmüştüm ki, birdən Allah sizi yitirdi. Eğer bugün de tapmasaydım, mütləq içeri girip düz kadrlar şöbəsinə gedəcəkdim. Yaman məzəlisin. Məsələ ondadır ki, adınızı da bilmirəm. Bilseydim belə çətinlik çəkməzdim. Axı kimdən və nə soruşum? Çıxılmaz vəziyyətdə qalmışdım. Nəyinizə lazım idim ki? İstəyirdim sizdən xahiş edeyim.
Məni fabrikinizdə bir işə düzəldəsiniz. Nə? Nə oldu? Niyə belə diksindiniz? Doğrudan bizim fabrikte işe girmek istirsiniz? Bəli. Nədir ki? Yoxsa razı deyilsiniz? Yok, razı değilim. Niyə? Maşına öğrenenler için piyade gezmek asan olmuş. Maşın lazım olsa maşın alarıq. Hem de mesele təkcə maşında değil. Fabrikte esasen kadınlar işləyir. Bəs dəzgahlara baxanlar? Ustalar deyiləm. Onlar da qadındır. Yok, mexaniklarımız kişilerdir. Ancak evveller her adamı götürmürler bu işe. Axı dəzgahların dilini bilmek lazımdır. Mən avtomobil mexanikiyəm. Belə şeylər mənim əlimdə su içmək kimi bir şeydir. Mekanik. Bu nedir? Tesadüf mü? Talih mi? Merdan da mekanik idi. Hə, nədir? Götürürsün məni işə? Yok yok. Fabrikte boş mekanik yeri yoktur. Növbələrin hamısının öz ustası var. Zarafat edirəm xanım qız, zarafat edirəm. Yoxsa mənim maşınsız gördün, elə bildin doğrudan fabrika işləməyə gəlmişəm. O fabrika mən olsa sana görə gələ bilərəm. Vəssalam. Sən Allah belə getmə. Bir dəqiqə ayaq saxla. Sənə deyəsi sözüm var. Eşidirəm sizi. Bu dünyada bilirsən ki bir qız bir oğlanındır. Ne olsun? Məlum həqiqətdir. Təzə söz olmadı bu. Doğrudur, təzə söz demədim. Ancaq indi deyəcəyim söz bizim hər ikimizə aiddir. O gündən bəri özümə yer tapa bilmirəm. Harda axtarıramsa özümü sizin evin qabağında tapıram. Rahatlığım, dincliyim itib. Doğrudur deyirlər. Evlənmək istədiyin qıza bütün bunları açıb söyləmək olmaz. Ancaq mən özümdən bacara bilmirəm. Görürsən, hər şeyi açıb deyirəm. Hər şey. Razılıq versən, atamı göndərərəm sizə. Ne dediniz? Sənə evlənmək istəyirəm. Çünki əvvəla çox xoşuma gəlirsən. İkincisi, evimizin qadın nəfəsinə, qadın hərarətinə ehtiyacı var. Düz 10 ildə anam ölüb. Səliqə sahmanımız pozulub. Əməlli başlı xörəyimiz də olmur. Ya atam piti asır, ya da mən. İndi mən neyliyim? Vaxtilə ərdə olduğumu, körpə Aytəkimin varlığını deyim ona. Bəlkə bütün bunları eşidən kimi çevrilib gedəcək. Həyatımın uzun illərdən bəri həsrətində olduğum bu qığılcım payı da həmişəlik sönəcək. Bəlkə getmədi, talihlə rastlaşdı və yalnız məni qəbul elədi. Və sonda yaxşısı budur, susun. Görək talih nə göstərir. Vaxt gələr, ehtiyac olar. Hər şeyi açıb söylərəm. Nə fikrə getdin? Başa düşürəm. Birdən-birə cavab vermək çətindir.
Düz deyirsən. Mən gedim. Geçdir. Xalam nigaran qalar. Bəs mənə heç nə demək istəmirsən. Hələlik. Hələlik heç nə. Nə deyirəm ki? Fikirləş. Ancaq heç olmasa mənə adını de ki, səni axtaranda bilim nə xəbər alım. Gül sabah. Gül Sabah. sabah. Daha niye sevinip gülməyimi sabaha saxlayayım ha? De bugün gülüm də. Gül sabah. Yaxşı. Onda heç olmasa telefonunu de. Telefonum yoxdur. Heç qonşuda da. Qonşuda da yoxdur. Onda heç olmasa işin telefonunu de. Orada yəqin ki var telefon. Var. Ancaq sıxımız telefon olan otaqdan çox uzaqdır. Heç kəs gəlib ora məni çağırmaz. Yaxşı. Hansı növbədə işləyirsən? Bir həftə səhər, bir həftə axşam. Demək bu həftə səhər növbəsindəsən. Ha? İstirahat gününüz nə vaxtı? Bazar ertəsi. Və salam. Daha nə olmalıdır ki? Onda heç olmasa mənim işlədiyim qarajın nömrəsini götür. Hərdən bir zəng çal. Axı, hardan zəng çalım ki? Telefon var. Bəs necə əlaqə saxlayıq? Nə bilim. Yaxşı. Onda mən 3-cü növbədə olanda işdən sonra gəlib qarşılayaram səni. Oldu? Özün bil. Nədir qızım? Xeyr ola. Gözümə bir təhər dəyişsin. Heç bilmirəm, necə deyim mən nə xala. Bir yaxşı oğlan var. Mənə evlənmək təklif edir. Amma bilmirəm necə edim. Nə cavab verim. Lap başımı itirmişəm. Doğrudan çoxdan tanıyırsan onu. Yox, 2 həftə olar. Görüşüb danışmısınız? Hələlik o danışıb. Sən necə? Heç nə deməmisən? Yox, hələ deməmişim. Ərdə olduğunu bilir. Yox, hardan biləcək? Səni hardan tanıyır? Kimsə məsləhət görüb. Ya çoxdan tanışındı. O gün iclasımız var idi ya. Ha, bax həmin gün işdən geç çıxmışdım. Avtobusa gəlib çıxmaq bilmirdi. Yağış məni tamam ıslatmışdı. Yaman narahat idim. Fikirləşirdim ki, Aytekin səni heç gidəcək. Neyse, taksiye oturdum. Hər şey də oradan başlandı. O maşını düz qapımıza sürdü. Səhərisi gün gördüm, dayanıb pəncərəmizin altında. Neçə gün beləcə gəlib getdi. Amma özümü mənə göstərmirdi. Yaxınlaşıb söz üstə demirdi. Axır ki, dünən axşam ürəyindəkini dedi. Ata-anası var. Kimlərdəndir? Anası çoxdan vəfat edib. Atası ilə olur. 8-ci kilometrdə yaşayırlar. Bildiyim bunlardır və salam. Bəs səndən bir cavab istəmədi. Dedim, anam yoxdur. Xalam da oluram. Məsləhətləşib sözümü deyərəm, tələsmə. Amma o Aytekin barədə heç nə bilmir. İndi məsləhətin nədir Mədinə xala? Neyniyim? Necə bilirsən? Ona deyim. Söylədiklərindən görürəm ki, bala, fikrin qətidir. Dediklərindən də belə başa düşürəm ki, könlün tutub oğlanı. Bax, ona görə də günü sabah hər şeyi açdı. Heç nəyi gizlətmə. Olmuşları özünün danışmağın məsləhətdir. Bala, küçədən, məhəllədən eşitsə, yaxşı düşməz.
Elə bilər ona kələk gəlirsən. Örtülü bazar dostluğu pozar deyirlər. Neyse gizletme fikrindeyim Mədinə xala. Özü məndən xəbər almayıb, mən də deməmişim. Elə bilirsən o özü səndən soruşacaq. Heç vaxt. Hardan bilsin ay baba. Yatsa yoxsuna da girməz. Gözləmə soruşmağını. Özün söhbəti aç, həm də ki ləngimi. Niyə diləsim axı? Bəyəm ona qəti söz vermişəm. Bəs Hələ heç özüm də bilmirəm, vallah. Hələ fikirləşirəm. fikirləş qızım, yaxşı fikirləş. Elə ki, qəti qərara gəldin, hər şeyi ləngitmədən aç danış. Yaxşı Mədinə xala. Hər şeyi deyərəm. Ancaq tərəddüdüm başqa şeylə bağlıdır. Bilmirəm, ərə gedeyim, ya getmeyeyim. Mütləq get qızım. Niyə də getməyəsən? Cavansan, gözəl göyçəksən. Amma çalış, səhv eləmə. Axı bir adın iki olur bundan belə. Bir də ki, Aytəkin yazıqdır. Tifilin gör necə yatır. Mədinə xala, yazıq nə olur Aytəkin? Bu Mədinə xalan dünya görüb bala. Adamlar görüb. Yetim qalmış uşaqlar görüb. Atalığın zülmünü görüb. Heç kim ona gözünüzdə qaşım var deyə bilməz Mədinə xala. Həkeri olsun bala. Allah ağzından eşitsin. Bu Mədinə xalan atalıq yanında böyüyür. Atalıq tənəsini öz kürəyində görür. Hiss eləyir. Allah, balama bir kəlmə söz deyəm olsa, ağına bozuna baxmaram. Nə edərsən? Balamı da götürüb gedərəm. Buna da kız. Yoksa taş aparırsan. Korkuttun beni. Burada ne gezirsen? Taksi şoförüne böyle sual vermezler. Sen niye bir böyle yük tutupsan ha? Konağın var. Yok. Bir həftəlik bazarlıq eləyirəm ki, sonra mənim üçün rahat olsun. Bazara gitmeye benim senden başka adam yoktu evinizde. Bir xalamdır, o da qoca. Özüm razı olmuram. Yaxşı eləysən. Demek doğrudan xalanla olursan, ha? Bu nə sözdür? Əlbəttə. Yox, deyirəm, bəs anam, atam. Nə çox sağ ol verirsən, ha? Yorulmadın? Yaxşı. Ancaq bundan belə bazara mənlə gedərsən. Niyə? Ona görə ki, zərif məxluqa belə ağır zəmbil yaraşmır. Hər halda qadın yükü deyil bu. Nə qədər ki, öz evinizdəsən, hələ danışmıram. Elə ki, köçdün mənim evimə. Orada səni nə atam, nə də mən bazara qoyan deyilik. Arvada bazara getmək olmaz. Gəlib çatdı. Çox sağ ol. Bundan belə özüm apararam. Yo, elə şey yoxdur. Qətiyyən razı olmaram. Özüm qaldıracağım, həm də düz evinizə. Yox. Zəhmət çəkmə. İstəmirəm xalam səni görsün. Görəndən olur, görəndən olar. Mənim fikrim qətidir. Bunu ki, sən bilirsən. Hələlik lazım deyil. Yaxşı. Necə istəyirsən, elə də olsun. Bəs nə vaxt 5-10 dəqiqə görüşək, ha? Niyə? Necə niyə? Sənə deməli sözlər var. Səndən eşitməli sözlər var.
harda görüşək? Məsələn, o bağda. Ya kinoya, istəyirsən teatra gedək. Yox, gedə bilmərəm. Yaxşı. Onda heç olmasa, bax elə burada, sizin küçədə bir qədər gəzişək. Bu boyda yüklə gəzişmək olar. Sən də... Kim deyir ki, bu yüklə gəzək, hə? Apar qoy evə, gəl. Xalana de ki, mağazadan nə isə almalısan. Deməli, yol öyrədirsən. Demək xalama yalan satın. Burada yalan nə gəzir? Girərik mağazaya, bir şey alarsan, olar doğru. Yaxşı, sən deyən olsun. Onda gözlə, indicə gəlirəm. Necə də xoşbəxtdir, Cavad. Görəsən mənim barəmdə həqiqəti biləndən sonra da mı belə xoşbəxt olacaq? Gülsabah, biraz özün barədə danış. Həyatınla bağlı hər şeyi, bütün xırdalıqlarına qədər. Sən Allah danış. Bunları bilmək üçün ürəyim gedir. Bax, bu ağacı görürsən? Görürəm. Bilirsən nə vaxt əkiblər? Kim əkib? Yox, hardan bilmirəm. Buna yəqin heç əhəmiyyəti də yoxdur. Onun yaşıl donuna baxanda sevinirik. Elə çılpaq görəndə isə kədərlənirik. Eləmi? Elə olmağın elədir. Amma... Bax, o boz sərçəyə fikir ver. Soyuqdan büzüşüb. Görünür, həm soyuqdur ona, həm də acdır. Yazıq quş. Bir sərçə daldanacağı, bir sərçə yemi tapmaq üçün yəqin ki, bütün günü vurnuxur. Nə qəribə sözlər danışırsan. Yəni demək istəyirsən ki, o... Küçənin o tayını. Bax, qaçan küçəyə bir bax. Gördüm. Yazıq, əsməsməsir. Görürsən? Görürəm. Onun halı da heç kimi narahat etmir. İnanmırsan? Dön bir bax. Keçənlərin biri də ona fikir vermir. İnanmıram. Yanından etinasız ötüb keçir. Xeyr. Bunu düz demədin. Nəyi düz demədim? Yoxsa fikir verən var? Bəs sən ki etinasız keçmədin. Gördün onu. Adamlara bax. Qocalı cavanlı. Hamı hara isə tələsir. Elədir. Aydın işdi ki, hava soyuqdur. Belə soyuqda küçədə kim durar, ha? Ona görə demirəm. Nəyə görə deyirsən? Biganəliyi, etinasızlığı deyirəm. Bir bax, heç kimlə işi yoxdur. Mənə elə gəlir ki, bu saat biri yıxılsa, yenə də vəziyyət dəyişməyəcək. Bax, məsələ budur. Bir işə bax ki, belə etinasızlığa da həyat deyirlər. Başa düşürsən, bu həyatdır, həyat. Yoxsa sualımdan incidi. Mən ki bir söz demədim. Nə vaxtdan sevdiyin qızın ailəsi ilə maraqlanmaq qəbahət sayılıb. Axı bir bilməliyəm kimin qapısını açırıq, kimlə qohum oluruq da. Hər kim olur olsun. Öldü var, döndü yox. Gül sabahı tale özü getirib mənim üçün. Elə bil, indi hiss elədim Ağacavadı itirə biləcəyimin dəhşətini. Ona görə də həqiqəti gizlətdim. Demədim ona. Necə deyəydi bax. Birdən. Yox. Mən buna dözə bilmərəm. Sabah, axır vaxtlar gözümə bir tər dəyirsən. Yoxsa Allah eləməmiş,
aranı soyub. Yox Mədinə xala. Əksinə indi bir-birimizi daha çox istəyirik. Hiss edirəm ki, artıq Ağacavad da mənsiz qala bilmir. Darıxır. Neçə kərə elçilikdən söz salıb. Demişəm hələ tezdir, gözləyək. Heç bilmirəm necə eləyim. Öz-özümü danlayıram ki, niyə ilk gündən sənə qulaq asmadım? Niyə hər şey vaxtında açıb ona söyləmədim? Axı onda hisslərim hələ özdə idi. Belə dərinə işləməmişdi. İndi o hər şey biləndən sonra fikrini dəyişsə, vay mənim halıma. Ürəyini qısma bala, Allah kərimdir. Görərsən, hər şey yaxşı olar. Bəyəm o insan deyil. Onun bəyəm rəhmi yoxdur. İnşallah ki, axırı xeyir olar. Daha gizlətmə qadan alım. Məsələni mütləq açın. Yoxsa gec olar ha. Ölmək ölməkdir, daha xırıldamaq nə deməkdir? Zəhəri birdən içmək məsləhətdir. Nə olar olar. Ya üzülər, ya düzülər. Hər halda canım bu əzabdan qurtarar. Yavaş-yavaş ölüncə qoy birdən ölüm. Daha dözməm qalmayıb. Yalan pis şeydir. Adamı alçaldır. Ne olur? Hiç özünde değilsin. Axı ne olur? Ağacavad getdi. Mədinə xala mişlik getdi. Özünü ələ al. Sən demə saadətlə bədbəxtliyin arası heç bir addım da değilmiş. Sən demə ən xoşbaxt insan bir anda saadət zirvəsindən inib bədbəxtına dönə bilərmiş. Ağlama. Hələ heç nə bilmək olmaz. Səbr elə. Çay içirsən. Yox. Yaman rəngi qaçmışdı. Gərək iş vaxtı deməyəydim. Allah eləməmiş başına bir iş gələr. Tanrının rəhmi gəlsin ona. Gör neçə aydır. Getdik. Bir xəbər ətər yoxdur. Görünür bir dəfəlik getdi. Görünür bir daha qayıtmayacaq. Demək, mənim talihim bilinmiş. Ne etmek olar? Kızımı saxlayaram, büyüdərəm, oxudaram. Çalışaram ki, o məndən xoşbaxt olsun. Kimdir? Kimdir? Gece vakti kimdir kapını döyen? Kimdir? Aç. Ağacavad. Sensen. Mənəm. Gül sabah. Mənəm. Qayıtdın. Bilirdim qayıdacaqsan. Bilirdim. Sensiz yaşayabilmedim. Yaşayabilmedim sensiz. Gül sabah. Geldim. Siz Əzizə Əhmədovanın Odla Su arasında radyo tamaşasını dinlediniz. İştirak edirdiler. Gülsabah, Səfurə İbrahimova, Ağacavad, Əlabbas Qədirov,
Mədinə Leyla Bədirbəyli. Radyo tamaşanın rejissoru Oruc Qurbanov, musiqi tərtibatçısı Leyla Qarayeva, səs operatoru Oktay Əhmədovdur.